Durduğum bu yer Mıxtökən silsiləsidir. Mıxtökən silsiləsinin cənub-şərq istiqaməti və Mıxtökən silsiləsi Qızılqaya platosuna aiddir. Qızılqaya platosu da yan silsiləyə aiddir. Bu yer dəniz səviyyəsindən durduğum bu yer 2683 metr hündürlükdədir və piyada turistlərin Qırız Laza marşrutunun keçdiyi hissəsidir. Bura Azərbaycanda ən gözəl piyada marşrutlardan biridir. Qırızdan başlayanda təxminən 19-20 kilometrdir, amma deməli təzə yeni Xınalıq yoluna asfalta kimi gəlib davam edəndə bir 13-14 kilometrə qədər enir bu marşrut və buradan da çox rahat gedirsən. Yəni bir növ düz gedib və eniş edirsən sonra. Bu arada Qızılqaya zirvəsi görsənir. 3721 metrdir onun yüksəkliyi. Burada isə deməli bu yer, durduğum bu yer həm də Quba, Qusar rayonlarının təbii coğrafi sərhəddidir. Elə inzibati sərhəddi də təxminən bu hissələrdən keçir. Bu hissə Quba ərazisidir. Burada Qırız, biraz aşağıda Cek, Əlik, o tərəfdə Haput, bu yanında Qalaxudat və Xınalıq kəndləri qalır. Uzaqda görsənən Qarlı dağ, Baba dağdır, Baba dağ və buradan Qaradağ var. Baş su ayrıcı gəlir Xınalıq zirvəsinə qədər. Bu ərazilərdə müşahidə eləmək olur. İndi keçək bu tərəfə. Bu Mıxtökən silsiləsi. Mıxtökən silsiləsinin davamı olaraq, yəni yan silsiləsinin davamı olaraq Məstərgah dağıdır, Məstərgah zirvəsidir. Əslində Mıxtökən silsiləsi burada bitir. Bu Məstərgah dağı adlanır və bu da Məstərgahın zirvəsidir. 2700 metr hündürlüyü var. Ora Qırız tərəfdən maşından qalxmaq olur lap yuxarıya qədər. Bu isə yeni çəkilmiş asfalt yoldur və Quba Alpan Xınalıq yoludur və ya Quba Alpan Susay Xınalıq yolu. El arasında qısaca Susay yolu da deyirlər. Yəni Xınalıqdan gediş istiqaməti kimi Susay yolu da deyirlər. Bu yol 2600 metr yüksəklikdən keçir. Biraz hər adam üçün, yəni təcrübəsi az olan üçün və maşın saz vəziyyətdə deyilsə gəlmək məsləhət deyil. Çünki heç bir qoruyucu bariyerlər yoxdur və xeyli yoxuş və enişdən keçir. Ona görə əziyyət olur. Həm maşın üçün, həm sürücü üçün. Xüsusilə duman filan olanda buralarda problem olur. Qışda da həmçinin. Deməli, bunlar bizim turistlərdir. Bu marşrutu keçirik. Bu da bizim gözəl bir mənzərə. Bu marşrutun gözəl xüsusiyyətlərindən biri də odur ki, Quba və Qusar ərazisindən dəniz sərhəddə görsənir burada. Bu Xəzər dənizidir. Burada duman, bulud olanda gəlir dağa dirənir, sən onun sərhəddi ilə davam edirsən. Bu tərəf Quba rayonunun ərazisidir. Qubanın mərkəzi, kəndləri görsənir. Susay kəndi ən yaxın kənddir bura. Burada isə Qusar tərəfdə isə ən yaxın kənd Əniq kəndidir. Və bu ərazilər də Qusar ərazilərdir. Uzaqda isə Dağıstanın ərazisi görsənir və bu dağlar artıq Dağıstan ərazisində qalır. Belə bir mənzərə.